Barcelona və Real Madrid arasında qızğın mübarizə son turlara qədər davam edəcək, mən belə görürəm və əslində bu bizi sevindirir. Çünki maraqlı futbollar izləyirik, çəkişməli oyunlar izləyirik. Buradan hər iki komandaya uğurlar arzu edirəm, həm Barcelonaya, həm Real Madridə. Əlbəttə ki, istəyirəm ki, sonda çempion Barcelona olsun, bu aydındır. Və ən əsas məsələ Barcelona-Real Madrid oyunu 10 may tarixində olacaq və məncə La Liqanın taleyi bu oyunda həll olunacaq. Möhtəşəm oyun bizi gözləyir. Camp Nou-da, yenilənmiş Camp Nou-da ilk El Clasico olacaq. Möhtəşəm bir gecə olacaq dostlar. İndidən artıq tüklərim biz olur. Baxmayaraq ki, El Clasico'ya qədər bizi çox çətin oyunlar gözləyir. Çempionlar Liqasında oyunlarımız var, həm Real Madridin, həm bizim. Amma El Clasico tam başqadır. El Clasico hər şeyi unutturur. Barcelona PSG ilə oynasa belə, Real Madrid Bayern ilə oynasa belə, əgər ortada El Clasico varsa, bütün oyunlar yaddan çıxır.